Salam əziz magistraturaya hazırlaşan tələbələr. Bugün bu sizə 4-ün suallarını, izahlarını verəcək. Başlayaq 26-cı sualdan, ilk sualımızdan. Deməli, informasiya kompüter yazması üçün verilənlər 75% sıxlaşdırılır və kodlaşdırılır. Deməli, müəyyən bir həcmdə faylımız var. Biz bunu kodlaşdıranda 75% sıxlaşdırılır. Yəni onun həcminin 25%-i qalacaq. Aha, sonra deyir 64 megabit saniyə sürəti şəbəkə üzrə. Əgər informasiyanın ilkin həcmi 800 megabit. Deməli 800 megabaytı 75% sıxlaşdıranda, yəni 25% qalır. Və yaxud 800-ün 75%-ni tapıb çıxa da bilərsiniz 800-dən. Mən avtomatik 25%-ni tapıram. O da 200 eləyər yəqin ki, bəli 200 eləyir. Bizim failimizin ölçüsü həcmi bu qədər olacaq sıxlaşdırılanda. 200 olacaq. Aha, 200-ü də deməli bu informasiyaya 64 megabit bölünsün saniyənin ölçüsü. Baxın burada bizim ölçümüz megabaytdır. Bunu da cəm megabayta çevirmək üçün biti bayta çevirən neçə olur? Neçəyə bölürük? 8-ə bölürük. 64-ü bölündə 8 olacaq 8. Deməli sürətimiz V bərabər olur 8-ə. Ölçümüz olur 200. T'yi tapmaq üçün deməli 200-ü böləcək 8-ə, o da eləyəcək 25. Bir də başa salmalım. Deməli 800 megabayt idi faylımız. 75% sıxlaşdırılıb, yəni 25% qalıb. Ona görə 200 megabayt olur. Bu 200 megabaytdakı 64 megabit bölünsün saniyə ilə ötürülür. Megabayta çeviririk ki, eyni ölçüdə olsun, eyni və tapa bilək. Yəni 64 megabit bölünsün saniyə, megabit bölünsün, megabayt bölünsün saniyəyə çeviririk. Yəni biti bayta çeviririk. 64-ü 8-ə bölürük və o da eləyir 8, 8, 200-ü də 8-ə bölündə 25 saniyə olur. Bu belə. Keçək ikinci sualımıza. 16-lıq say sistemində verilmiş 3 rəqəmin ədədi yaddaşdan silərək yerinə 4, 8-lik say sistemində neçə rəqəmin ədəd yazmaq lazımdır ki, yaddaş tutumunda hər hansı artım olmasın. 16-lıq say sistemi bilirik ki, hər bir simvol 4 bit tutur, yer tutur yəni. 8 say sistemi isə hər bir simvol 3 bit yer tutur. Deməli 16-lıq say sistemində verilmiş 3 rəqəm nədir? 4 bitdən 3 dənə rəqəm 12 bit tutur. Bu əgər silinsə, bunun yaddaş tutumunda hər hansı artım olmaması üçün, yəni fərq olmaması üçün 12 bit düzəltməliyik 8-lik say sistemini. Hərəsi 3 bit tutduğu üçün 12-ni bölərik 3-ə, 4 dənə 4 rəqəmlər də lazımdır 12 bit olsun və fərq olmasın B variantı. Element bazasında sən EHM-nin inkişaf tendensiyası ardıcılığını göstərir. Bilirik ki, birinci nəsil EHM-lər elektron bazı sistemlər olmuşdu. İkinci diod və tranzistorlar olmuşdu. Üçüncü integral sxemlər və dördüncü böyük və çox böyük integral sxemlər. Yəni 2, 4, 1, 3 variantı. Xaric etmə qurğularını seçin. Xaric etmə qurğuları bilirik ki, printerdir və ploterdir. Cavabımız 4-5 olur. Və yaxud burada başqa bir cihazlar da olsaydı, yəni adlarını bilmədim. Yəni bunlar 5 ilə 4 çox asandır, yəni bunu hamı bilir. Məsələn, bilmədiyimiz olsa bilirik ki, prosesor xaric etmə qurğusudur, ana plata qurğu xaric etmə qurğusudur, sistem interfeysidir, idarə qurğusudur. Bunlar dəqiq deyil. 2, 6, 7, 3-ü çıxaraq da bu variantı tapa bilərik. Keçək alqoritm xassələrinə uyğun gələn variantı tapmalıyıq. 30-cu suala, deməli 30-cu sualda baxaq, alqoritm adına və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Bura uyğun bir xassə yoxdur. Baxaq, B variantı. Müəyyən məsələnin həlli üçün tərtib edilmiş alqoritm həmin sinifdə olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Bəli, bu kütləvilikdir. C variantına baxaq. Məsələnin həllini yerinə yetirmə alqoritmi ayrı-ayrı əməliyyatlara bölünür. C variantı 1-ə gedəcək diskretliyə. Sonra alqoritm elə təsvir olunur ki, ondan bütün mütəxəssis bu da kütləvilikdir. Sonra qaldı nə var? Alqoritm hər bir adamın dəqiq və bir qiymətli olmalıdır. Bu da müəyyənlikdir. C, Y, B, D. C variantı. Sonra keçək 31-ci suala. 31-ci sual nədir? Hə, blok sxemdə burasına baxmalıyıq. Yəni vurma-vurmadır, bölmə-bölmədir. Baxaq. Deməli, A2-dir, B4-dür. Əgər B9 olsa, hə, B9 deyilsə, yoxa getsin, bunu yoxlasın, təkrarlasın. Okey. Baxın, B-imiz 4-dür. Görürük ki, 9-a bərabər deyil, yoxa gedəcək. B artacaq, 5 olacaq. A-da həmin anda 2 idi, 4 olacaq. Çünki baxın, A bərabərdir, A vursun 2. Yenə yoxlayır. Təkrara qayıdır, yuxarı yoxlayır. 5 yenə 9-a bərabər deyil. Yenə olacaq. Ona görə də aşağıya yenə 6 olur.
A 4 olmuş 8 olur. B yine yok olmur. Yine düşür aşağı 7. Bu olur 16. Bu olur. Sonra yine yokluyor 8, 32. 9 da beraber olur. 64 olur. Artık 9'a beraber olursa yokluyor. B 9 olur. Hə? So. Burada bitir. Bizə nə soruşur? A-nın qiymətini soruşur. Yəqin ki, A dəyişən qiymətini təxmin edin. Təxmin edin. Yəni cavabını tapın. 64 A variantı. İnstrumental proqram təminatına aid olan proqramlar vasitələrini seçin. Case texnologiyası 1. Antivirus proqramı bilirik ki, sistem proqram təminatının servis proqram təminatı hissəsinə aiddir. Kompilyatorlar olar, arxivatorlar yenə sistem proqram təminatınındır. İnterpretatorlar olar, əməliyyat örtüşləri deməli sistem proqram təminatının baza proqram təminatına aiddir, olmaz. Translatorlar olar. Elektron cədvəllər isə tətbiqi proqram təminatına aiddir. 1, 3, 5, 7, 1, 3, 5, 7-ci variantı. Daha bizdən failin tam adını tapmağı deyir. Baxırıq ki, PIN-X. Baxaq bu hardadır? Buradadır. Baxın, bu işarələyirəm. İndi gedək yolunu tapaq. Belə gəlir, Priyə gəlir. X adlı alt qovluğa gedir. Oradan da belə. Baxaq bu varianta. C, Priyev X, Pin X. Y variantıdır. Bax, bu atırıq. Çünki bu C riski yazılmayıbdır. Burada Priyevdən sonra Proqa gedir. Prog İmanovdadır. Atırıq. Burada C, Priyev X, X adlı alt qovluğu yazmayıbdır. İmanov bu da olmur. Çünki İmanova yox, Priyevə getməlidir. Kompüter məxsus şəbəkə kartının mərk ünvanını belə yazdım. 2 sistemini. Okey. Gəlin bunu 8421 yazaq. Bilirsiniz 8421 26 çevirmək üçündür. Məsələn 12-ni çevirsək, yəni belə yazaq 12 8421 yazsaq. Birisi 12-ni yazmaq bu 12 deyil də, yəni 1 2-dir daha doğrusu. 12 olsaydı B C yazılacaqdı. Deməli 12 almaq üçün 0 0 0 1 0 0 1 0 bu variantı almalıyıq. Yəni burada görürük ki 2 də doğrudur. Görürsünüz 0 0 0 1 0 1 10. Baxırıq birinci 2 ilə başlamalıdır. Yəni 12 2-yə aiddir. 1 dənə variant B variantı. Və yaxud bunu belə də eləyə bilmirsə 12-li, ikili onluq say sisteminə çeviririk 0-1 qaydasını. 1 vurulsun 16 üstü 1 üstə gəlsin, 2 vurulsun 16 üstü 0 o da 18 deyil. 18-i də belə tapsaz B ədəd alınacaq. Qabağına da 3 dənə 0 atanda 2 alınır. Yəni 2 cür də eləyə bilərsiniz, necə ürək istəyirsə. Keçək bu sualı bir dənə buranı təmizləyək. File name extension deyir nə edir? Bilirik ki, bu faylın uzantısını, yəni genişlənməsini göstərir. Gəlin bunu sizə göstərim. Məsələn, desktopa baxsaq, görəcək ki, burada baxın 3 JPEG yazılıb. Burada bu şəklin adı faylın uzantısını da göstərir. Çünki view-da məndə extension açıqdır. File name extension. Gəlin bağlasaq onu. Alsaq görəcək ki, nə PDF-in PDF olduğunu göstərir, nə də bu JPEG faylının JPEG olduğunu. Baxın, burada tipi JPEG yazılıbdır. Baxın, biz file extension açırıq və olur JPEG PDF görsənir. Yəni sözümüzü qısaltsaq, faylın uzantısını genişlənməsini göstərir. Printer sualına baxaq. Qəbullara çox düşmüş bir suallardandır. Baxaq, əvvəlcə kopya, heç kopya qalsın. Deməli, səhifələrə baxaq. 1-i çap edir, 3-ü çap edir, 4-ü çap edir, 4-ü çap edir, 5-i çap edir, 5-i, 6-nı çap etmir, 7-ni çap edir, 8-i, 9-u, 10-u, 11-i, 12-ni, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə səhifə çap edir. Baxaq, bir üzlü çapdır, çünki kod yazmayıbdır və hər səhifədə bir səhifə çap olunacaq, başqa bir şey verilməyibdir. Yəni 10 dənə səhifəmiz bir üzlü çap olunacaq. Deməli bizə 10 dənə vərəq səhifə lazımdır. Vərəq daha doğrusu. Və hərəsi bir üzlü olduğu üçün 10 vərəq lazımdır. Amma 3 dənə də kopya olduğu üçün onu da vururuq 3-ə. 30 dənə bizə vərəq lazımdır. A variantı. Aşağıda təsvir olunan paraqraf lent qrupu hansı
lent tabına məxsusdur. Bu hamımızın bildiyi Home-dadır. Yəni bunu hər kəs bilməlidir məncə. Sadə sualdır. Baxırıq Home-da paraqrafdadır. Tak, sonra keçək. Bu da 38 tipli suallar da maraqlıdır. Gəlin əvvəlcə abzaslarını nömrələyək. 1, 2, 3, 4. Aha, indi oxuyaq. İkinci abzas, yəni ki, bu seçilir. Ctrl X düyməsinə bax. Ctrl X nə edir? Bunu buradan götürür və buradan kəsir. Yəni oradan silinir, orada qalmır. Və deyir ikinci yoxsa deyir əvvəlinə gətirdi. Buranın əvvəlinə gətirir. Gətirdim. Ctrl V düymələrini bastım. Daha doğrusu mən Ctrl V biraz tez bastım deyirsən. Gətirdim burada kursoru burada saxladım. Ctrl V basanda 2 düşür bura. Daha sonra Enter düyməsinə bassaq 1 düşəcək aşağı, 2 qalacaq yuxarıda. Yəni belə olacaq. Bir də izah edəyəm necə olur. Baxın 2 buradaydı. Ctrl X edildi, silindi, gətirildi bura yuxarıya. Ctrl V-yə basanda 2 ilə 1 yan-yana düşdü. Sonra Enter-ə basanda 1 aşağı düşür, 2 yuxarıda qalır. Aha, bunlar getdi, bu getdi, bu getdi. Üçüncü abzas seçilir. Ctrl C-yə basdı. Aha, Ctrl C-yə basdı, kopyalandı, amma yerində qalır. Dördüncü abzasın sonuna gətirir. Bura gətirilir. Əvvəlcə Enter düyməsinə basdı. Enter-ə bassaq burada düşəcək aşağıya. Düşdü aşağıya. Kursor indi aşağıda, 4-ün aşağı. Ctrl V basanda avtomatik 3 buraya atladı. Yazıldı. Sonra bu da getdi, bu da getdi. Dördüncü abzas seçilir, bu. Bu abzas seçilir və delete düyməsi basılır. Delete basılsa, bu silinəcək. Qalacaq 2, 1, 3, 3. 2, 1, 3, 3 D variantı. Sonra keçək 39-cu suala. Corel Draw bilirik ki, vektordur. Corel Photopoint bilirik rasterdır. Art Doubler bilirik ki, fraktaldır. Adobe Photoshop bilirik ki, rasterdir. Illustrator bilirik ki, vektordur. 1-ə B-də, 2-yə A-ya, 3-ə C. Və yaxud ən pis vəziyyətdə bunu bilməsək də vektorun A-ya olduğunu dəqiq bilirik. Ondan da cavab tapa bilərik. Okay, baxaq. 40-cı suala baxaq. Sual da çox maraqlı sualdır. Bunun bir neçə halı düşübdür bəzən. Left, up və s. Aha, bizə deyir ki, bu down əmri icra etdikdə hansı xanalar üzrə verilənlər əsasında doldurulur? Baxın, əgər bizdə yuxarı hissədə 2, 4, 6 bu şəkildə artma gedirsə, biz bunu aşağıya davam edəcək. Bu əmri seçsək, görəcək buradakı məntiq 2 artır. Ona görə bu da aşağıya da doldurulur. 8 eləyəcək bunu, sonra 10 eləyəcək. Başa düşdünüz? Yəni yuxarıdakı verilənlərə görə aşağını doldururdu. Yəni yuxarıdakı xanaya daxil etmiş verilənlərə əsasən aşağını. Left deməli bu buradakı left. Sağdakı verilənlərə görə right, soldakı verilənlərə əsasən də olur. Up isə aşağıda, əgər aşağıda 8, 6, 4 olsaydı yuxarı up eləsək görə 2 azalda gedəcək. Şəkildəki diaqramı çatdırmaq üçün ilk növbədə zərbədən hansı diapazonu seçmək lazımdır? Baxırıq, soyadlar yazılıb. 10 ballıq sistem isə bu da qiymətdir. Deməli qiymət yazılıbdır. Baxırıq variantlara. B2 soyad B2 olacaq. Qiymətlər isə Y2, Y7 bir dənə variantımız vardır. Yəni avtomatik soyadı baxsaq elə bir variant qalır. Çünki soyada görə baxın burada qurur. Qiymətə görə burada. Contextual ribbon, yəni köməkçi tabları seçin. Bilirik ki, home tabı köməkçi deyil. Avtomatik görsənir. Layout digərlərində görsənsə də PowerPoint-də görsənmir. Yəni başlayın çəkməkdən. Transition görsənir. Animation mütləq görsənir, o da vardır. Slideshow da mütləq görsənir. Yəni gəlin göstərək. Home, Transition, Animation, Slideshow. Digərləri isə köməkçidirlər, görsənmirlər. Yəni cavabımız 2, 4 oldu. Samur və Təngərüd çayları haqqında müəyyən edilmiş sorğular. Buna ehtiyacımız yoxdur. Və hansı nəticələr doğruluğunu bilirik ki, Samur plus Təngərüd plus, yəni Samur plus Təngərüd bərabər olur. Onların and və orların cəmini. Samur, or, Təngərüd. Cavablara baxsaq görər ki, Samur və Təngərüd deməli and fərqinə xeyr, səhvdir, səhv variantı belə bir şey olmaz. Samur və onun birləşməsi baxaq.
Samur təngərüd. Bu da səhvdir. Onların birləşmələri ondan cəminə bərabər deyil. C variantına bax. Samur or təngərüd. Baxın, samur plus təngərüd. Bax, samur or təngərüdü də bura baxın, samur plus təngərüd. Yəni samur plus təngərüd bərabərdir. Bu mövzuda bura gəlsə, olacaq samur təngərüdün birləşməsi ilə, yəni oru ilə əndin cəmi. Yəni cavabın C variantıdır. Bu qədər. Və yaxud çoxlardan da bilirik ki, yəni A plus B bərabər olur. Onların özləri ilə özlərinin cəmi çıxılsın kəsişmələri olur. Yəni C variantında elə yazıb zaten. Onların cəmi birləşməsi, yəni A birləşmə B bərabər olur. Onların cəminin və fərqi olsun, deməli, onların kəsişmələrindən. Belə C variantı görür, doğrudur. Yaddaşın müəyyən hissəsində məlumat altında saxlanılan verilən əməliyyat fail adlanır. Failin tərifidir. Səhifənin nömrənin yerləşdirilməsi header, footer, insertdə. Yəni göstərəyim orada. Insertdə header, footer. Buradadır. Header və footer. Əsas bazda şəbəkə topologiyalarını seçək. Aktiv ağac əlavədir. Şin olar. Ulduzvari olar. Halqavari olar. Aha, akset sualına baxaq. Maraqlı sualdır. Deməli, 1.65-dən kiçik olsun və ya 1.75-dən böyük olsun. 1.65-dən kiçiklər budur. 1.65-dən kiçik başqa yoxdur, görmədim. Sonra 1.75-dən böyüklər. 1.80-dir, 1.92-dir. Amma not dediyi üçün bu 3-ü çıxmayacaq. Digərləri çıxacaq. 1, 2, 3, 4, 5. 5 dənəsi çıxacaq. Başa düşdünüz? Yəni bunlar olmasın. Not deyir. 5 dənə çıxır. Aha, 48 çox maraqlı sualdır. Çox. Gəlin, buranı təmizləyək. Burada yazarıq. Yəni, eyni yer tapsaq daha yaxşı olur. Aha, belə eləyək. Deməli, 1, 2, 3, 4. Belə nömrələyək. Nədir? Oval 4 obyekti seçilir. Yəni, ikinci seçilir. Və move later, sonrakıya köçür deyilir. 2, 3-ə. Yəni, sonrakıya köçür demək, yəni aşağıya köçürəcək. Ona görə olacaq 1, 2 aşağıya düşəcək. Əmri isə 3 də yuxarı qalxacaq, 4 isə yerində qalacaq. Yəni, bu əməlləri eləməliyik. Diamond 7 seçilir. Diamond 7 4-cüdür. Seçilir və move early, yəni yuxarıya at deyəcək. Ondan əvvəlkinə köçür. 1, 3, 4, 2 də aşağıya gələcək. Sonra rectangle 3 obyekti seçilir. Aha, onu da seçdik 1-i. Bu nə deyir? Sonrakıya köçür. Bu da olacaq 1 gedəcək aşağıya, olacaq 3 qalxacaq yuxarı. 3, 1, 4, 2. Cavabımız olacaq 3, 1, 4, 2. Belə. 49-cu sual. 49-cu sualda bayaq yenə dediyimiz kimi güllər plus qərənfil bərabər olur bunların cəminə. Yəni buradan qərənfili tapmaq üçün bunları toplayacaq. Eləcək 4900. 2100 də çıxsa onlardan bizim kənddə 2800. Aha, 2800 keçdik bu biri 50-ci suala. 50-ci sual bilirik ki, bu gəlin burada göstərək. Home və insert də olur. Fərqini göstərmək baxın, burada həmişə deyirik, ailəsi ilə bir yerdə olanda home-da olur. Insert-də də var bu hissə. Insert-də. Insert-də də buradadır. Tək olanda da insert-də olur. Yəni ailəsi ilə bir yerdə olanda home olur, digər tərəfdə təkcə new slide olanda insert olur. Deməli, bura C-dir. Table insert-dədir. Bunu da göstərək. Table insert-dədir. Insert, yəni insert hardadır? A variantındadır. Bu isə bilirik ki, dizayn bölməsində deyilirdi. Gəlin, bunu da yenə də göstərək. Dizayn. Baxın bunlar. Hazır. Bu qədər hansı sual aydın olmasa yenə də yazarsınız. İzah etməyə çalışıram. Sağ olun.